Salam, hər vaxtınız xeyir olsun. 6 aprel məzunlar üçün olan buraxılış imtahanının izahına baxırıq. İmtahanda iştirak eləməyən 10-cu siniflər mətni oxusunlar, suallara cavab versinlər, ondan sonra izaha baxsınlar. Deməli, fikirlərdən hansının səbəbi mətndə öz əksini tapmayıb? Baxaq görək hansının. Məsələn, Tərlanın xəstələnməsi səbəbi var. Çünki oğlan orada atı çapır. Bu at da girir bataqlığa, orada su içir və ona görə də xəstələnir. Demək, bunun səbəbi var idi. Atın sürətlə qaçmasını, çünki belinə oplanmışdı, o da özünü itirmedi, getdi. Demək, bu ikisinin səbəbi var. Atası nəyə görə atı sulamağı oğlana tapşırmışdı? Bu mətndə belə bir şey yoxdur. Bilmirik niyə tapşırıb. Oğlanın atı qamışlığa sürməsinin səbəbi var idi mətndə. Çünki o bilirdi ki, orada qaça bilməyib dayanacaq. Tərlan dəymə düşər olmağı sadəcə dayısı deyir ki, bilirsən dəymə düşərdi. Yəni bunun səbəbi yoxdur. Cavabımız olacaq B variantı 3-5. Baxaq 42-ci suala. 42-ci sualda doğru yanlışdır cədvəlidir. Təbii ki, burada nə etməliyik? Doğrunun altından plus, səhvin altından çıxı seçməliyik. Tərlanın laqeydliyi yalnız sahibinin nəvazişlərinə qarşılıq verməsi oğlanın düşünmədən hərəkət etməyinə səbəb olur. Bəli, çünki o tumarlayır, nə bilim, üz gözündən öpür, o da cavab vermir, pis olur, tullanır atın belinə. Yəni buna görə özündən asılı olmayıb anidən, çünki heç vaxt belə bir şey olmamışdı ata. Dayısı atın başına gələnlərdə oğlan səbəbkar bilmir. Oğlan səbəbkar bilir. Hətta oğlan deyir, neçə vaxt at daimin üzünə də baxmırdı. At sadəcə sahibinin kobud davranışlarına alışmışdı. Mətndə ümumiyyətcə sahibinin kobud davranışından söhbət getmir. Hətta əksi var ki, anidən qorxur, belə deyək. Oğlan etdiyi səhvi düzəltmək üçün əlindən gələn eləyir və bacarmır. Bu da doğruda apar qamışlığa soxur, daha da pis günə qoyur. Deməli, 1-in altın 1 doğrudur, yanlış da 3-dür. Cavabımız oldu 1-3. Baxaq digər suala. Tünd qara hərflər verilmiş sözlərdən hansı izahı düz deyil? Səhvi olanı tapırıq. Məsələn, etinasız nə deməkdir? Saymazlıq. C variantı olmaz, düzdür. Sonra baxaq, fürsət. Fürsət imkan olacaq. B-də getdi cavab. Sonra heysiyyət var. Heysiyyət də şərəfdir, mənlikdir. D-də gedir. Sonra nə var? Zənnim. Zənn nə olacaq? Bir dəqiqə. Hara getdi bu sual? Zənn də təxmindir. Demək, A da gedir. Avtomatik şəfqət də mərhəmətdir. Mətndə də belə bir sual yoxdur. Cavab Y variantı. Baxırıq 44-də. Eyni mənanı ifadə edib. Baxaq, ayağın tutulmağı nə demək? Yəni, xəstələnib və belə deyək, öz funksiyasını itirib deyə bilərik. Burada birincidə deyir ki, bərk tutuldu. Tutulmaq nədir? Belə pis oldu da, belə deyim. Atmacalarından belə təsirləndi. Məna başqa şeydir. A olmaz. Caninin tutulmağı gerçək məndə polislər tutur bunu. Bu da olmaz. Amma qocanın belə tutmaq yenə sağlıqla bağlıdır. Demək, cavab C olacaq. Amma D variantında baxaq, tutulmalıdır, müqayisə eləmək mənasındadır. Göyün üzü tutulmaq da bulut olmaq mənasında tamam fərqli şeydir. 45-də verilmiş fikirlər mətndəki boş çərçivələrin yerinə hansı ardıcıllıqla əlavə edilməlidir? Baxaq. Deməli, burada ardıcıllığa baxaq. Birincidə belə, mən onu tamaşa etməkdən doymurdum. Bunun tam gözəlliyindən bəhs olacaq. Deməli, alovlu qara gözləri, möhkəm ayaqları, bax 3 gəlir ora. Birinciyə 3 olacaq. İkinciyə baxaq, deyir, məxmər sarısını yarını tumarladım. Bax, bu da sığallamaqla bağlı bir şey olacaq. Burada deyir, mənim nəvazişimə 1-də məhəl qoymurdu. 3, sonra 1 olacaq. 3-1. Sonraki Tərlan sürətlə qaçdı, sanki qanatlanmışdı. Yenə getməyi ilə bağlı bir şeyə baxmalıyıq. Enişlərdən üz aşağı uçur, bir anda qaçıb yoxuşlara çıxırdı. Deməli 3, 1, bu da 2-yə düz gəlir. Axırıncıda dəli kimi Tərlanın böyürlərini təpikləməyə, boynu yumruqlamağa başladım.
Amma sanki hiss etmirdidir. D variantı da buna düz gələcək. 4-də budur. Cavab bu. Baxaq, məzmuna əsasən nöqtələrin yerinə obrazlı ifadələr. Bunu mən cavabları açacağım burada. Çünki burada cavab kağızında yoxdur bu. Cavablarda bir baxaq buradan. İzah. Bizdə məcazi mənalı artırma deyirdi. Məcazi mənanın artırılması da nöqtələrin yerinə məcazi. Məzmuna uyğun nə artırsaq düz olacaq. Buradan Azərbaycan dilini açaq. Neçənci sual idi? 46-cı sual. 46-cı sual. Bax burada. Bax, sualımız belədir. Nöqtələr məzmununa əsasən obrazlı ifadə yazın. Obrazlı ifadə necə yazılacaq? Bax, gözlərin dərinliyində qüssə var idi sanki. Sonra arxasında kədər gizlənmişdi. Odu alovu sönmüşdü. Yəni məcazi mənalı nə eləsəz demək olar ki, düzdür. İndi 47-də nədir? 47 o bayaqki suallarda yoxdur. Hadisəni danışan obrazla. Mətni danışan kimi idi. Bunu belə tutum ki, siz görməyin, özünüzdən deyin. Həmin obraz, yəni o uşağın xarakterini nə düşünə bilərik və mətndən əsaslandırma. Əgər düşünə biliriksə, əsaslandırma daha rahatdır. Baxaq. Qısqanc idi, paxıl idi. Bu bir xüsusiyyət sayılır. Atı dayısına, dayısının sevgisinə qısqanır. Həssas idi, düşüncəsiz idi. Həssas idi, niyə? Təsirlənir də tez və düşüncəsi deyilir, tullanır belinə. Səhvini anlayandır, əzab çəkir. Peşmanlıq keçirəndir, yenə eyni şey yazmaq olardı. Kobuddur, qəddardır, yüyənsiz birbaşa tullanır. Səbirsizdir, yəni bunları yaza bilərdik. 48 yenə mətnin məzmunu ilə bağlı, mətnlə əlaqələndirməkdir. İndi buradan görək hansı seçilməli idi. Bəzi xarakterik keyfiyyətlər yalnız insanlara məxsus deyil. Bunu düz saya bilərik. Niyə? Deyəcəm, cəsarətlə ölmək, cəsarətlə yaşamaqdan çətin. Mətndə cəsarətlə ölmək söhbəti yox idi. Peşmanlıq və günahkarlıq duyğusu edilən səhvlərin ən böyük cəzasıdır. Üçü ilə birbaşa deyək, əsaslandırmanı açmıram ki, siz də düşünəsiniz. Bu adam uşaq ötdüyünü, səbəbinin, nəticəsini gördükdə çox pis cəza çəkir sanki içində. Yəni, gəlin baxaq, haradaydı? Hara getdi bu? Oğlan, bax, Tərlana etdiyi düşüncəsi hərəkətindən peşman olur, vicdanı onu rahat buraxmır. Yəni, ekranda gördüyünüz hər bir şey doğru cavabı idi. Birinci nə idi? Yalnız insanlara yox, atlara. Məsələn, atın qüruru var idi. Deyir, hələ bunun belə belinə hoppanan olmamış da. O mənada gedir mətndə və qüruruna çıxışdıranmır, qaçır. Öz sahibinə də sədaqətlidir demək olar. Çünki nəvaziş qəbul eləmir. Tərsliyi də var, tabi olmur. Öz istədiyi kimi sürür gedir. Rəqəmin yazılmış sözlərə əsasən. Burada poetik məcazi olacaq. Onda məxmər və buxovludur. Bunu bir düşünsəz necə olar? İndi cavabı göstərirəm. Poetik olur hər ikisi də. Satıcı məxmər parça gerçək digər funksiyada işlədirik də biz bunu. Bir də qoyunun ayaqlarını kəndirlə buxovlamışdı. İndi mətndə baxaq. Burada məxmər və buxov nə mənadaydı? Hardadır? Bir dəqiqə. Buradan baxaq. Məxmər sarğısını. Burada indi sarğısını, rəngini belə deyək də, rəngini bənzədir də. Bir də o birisi söz hardaydı? Hanı ikinci mən görə bilmirəm. Mətndə bərk buxovlandı. Ümidsiz sıçrayışdan sonra ayaqları buxov. Ayağı bağlana bilməz axı. Yəni kəndirlə bağlana bilməzdi. Məcazi mənadadır burada. Yəni qamışlığın içində kim idi? Onu gəlib ayağını bağlasın. Sonra 49-u dedik. 50-ci sual daha rahat idi. Bax, bəlkə bu sual olaraq çox yerlərdə yox idi. Tərlan gözlədiyi davranışdan diksinməz. Gözləmədiyi davranışdan diksinə. Bir də qəsdimə durub məni üstündən atmağa çalışdı. Yəni qəsdinə durub orada deyir ki, üstündə saxlamaq. Deməli, bu da cavab olacaq. Üstündən atmaq. Sualların hesablanması da belədir ki, açıq suallar 5 bal, qapalı suallar 2.5 bal eləyir. Belə. Suallarımızın izahı bu qədər idi. Sağ olun.